Qırmızı kravatlı ağ köynəkli bu gənc, dar ağacının ipi boynuna sarıldığında görəsən nələri düşünürdü ki, misli görünməyən vüqarla ölümü salamladı. O, Tehran Universitetini bitirdikdən sonra İran Xarici İşlər Nazirliyindən və digər dövlət qurumlarından iş təklifləri alsa da, bunu qəbul etməyib Təbrizə qayıtdı. 1919-cu ilin noyabrında Astaranın sakit sahillərində bir uşaq dünyaya gəldi. Bu uşaq gələcəkdə Azərbaycanın azadlığı uğrunda mübarizənin və şah istibdadına qarşı dirəniş simvoluna çevriləcəkdir. Bu gün Danağacı təqvimində Firidun İbrahiminin anım günüdür. Firidun İbrahimi orta təhsilini Astara, Əncəli və Təbrizdə tamamladı. Birinci Dünya Savaşının təlatümlü anlarında 1941-ci ildə Tehran Universitetinin Hüquq Fakültəsinə daxil oldu və 1945-ci ildə məzun oldu. Bu illər ərzində farsça ilə yanaşı fransız və ərəb dillərində də mükəmməl səviyyədə öyrəndi. Universitet illərində Firidun İran Tuğda Partiyasına üzv oldu və tələbə hərəkatında fəal iştirak etdi. Agil, Rəhbər, Zəfər və Mərdum qəzetində yazıları çap olundu. O, həmçinin Azərbaycanın qədim tarixi haqqında və sülh uğrunda adlı kitabların müəllifidir. 1945-ci ilin dekabrında qurulan Azərbaycan Milli Hökumətində Firidun İbrahimi baş savcı, yəni Daçistan Qul təyin edildi. O, hüquq sahəsində islahatlar apararaq milli kimliyin və mədəniyyətin qorunmasına töhfə verdi. Firidun İbrahiminin Azərbaycan qəzetində yazdığı Azərbaycan danışır, iftixarlı tarixdən bir neçə parlaq səhifə adlı silsilə məqalələrinin birində bu tarixi sözləri qələmə alır. Bu xatirələri yazmaqda ilk məqsədim budur ki, Tehran boşboğazlarının yerində oturdum. İkincisi, azadlıqsevər və iftixarlı millətimin hüququnu, tarixini və parlaq mədəniyyətini müdafiə etməklə göstərim ki, o kimdir, tarixi keçmişi nədir və ulu babaları kimlər olub və öz milli heysiyyətlərini qorumaq üçün hansı fədakarlıqları etmişlər. İstəyirəm ki, azad və demokratik bir cəmiyyətdə özünə aid yerini və mövqeyiyyətini əldə etmək üçün ayağa qalxmış Azərbaycan millətinin həqiqi kimliyini bütün dünyaya bildirəm. Azərbaycan Milli Hökuməti Amerikanın dəstəyi ilə Pəhləvi tərəfindən dağıldıqdan sonra Firidun İbrahimi Təbrizi tərk etmədi. Bir neçə gün son gülləsinə qədər mübarizə apardı və sonra şah mozdurları tərəfindən həbs olunduqdan sonra Tehrana aparıldı. Tehranda ağır işgəncələrə məruz qalan İbrahimi yenidən Təbrizə göndərilərək 1947-ci ilin 23 mayında, yəni 1 Xurdat 1326-cı ildə 29 yaşında Təbrizin Gülüstan bağında edam edildi. Bu haqda həkim Azəriyev Fərhad və mühəndis Əli Əkbəri Əlahəddin edam günü Gülüstan bağında gördüklərini belə dilə gətirirlər. 1947-ci ilin may ayının 22-sində Təbriz şəhrində günəşli havada böyük canlanma var idi. Əhali Gülüstan bağına yığışmışdı. Orada dar ağacı qurmuşdular. Cəmaata məlum idi ki, bugün Milli Hökumətin baş savcısı Firidun İbrahimini dar ağacından asacaqlar. Digər inqilabçılarının hamısını Təbriz şəhrinin saat qabağı adlanan yerində dar ağacından asırdılar. Gülüstan bağı şah qoşunu və jandarmaları ilə ihatə olmuşdu. Saat 12-yə yaxın uca boylu, enli külə, əyninə tam oturmuş pencə, ağ köynək və qırmızı kravat taxmış şux geyimli Firidun İbrahimini jandarmaların ihatəsində dar ağacına gətirdilər. O vaxta qədər Firidun İbrahimini görməmişdim. Birdən əhatə təlatüma gəldi, jandarmalara və şah qoşununa hücum etmək istədilər. Xalqın nahaq qanının töküləcəyindən ehtiyat edən Firidun İbrahimi əlini yuxarı qaldırdı və uca səslə dedi: "Mənim əzizlərim, həmvətənlərim, səbr edin, qoy qan tökülməsin. Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq. Yaşasın Azərbaycan xalqı, yaşasın doğma ana vətənimiz Azərbaycan." Cəlladlar qorxudan Firidun İbrahimini dərhal edam etdilər. Firidun İbrahimi qısa ömrünə baxmayaraq Azərbaycanda əvəzsiz iz qoydu. Onun vüqarla ölümə meydan oxuması dünya tarixində qızıl sətirlərlə yazılıbdır. Ruhu şad olsun.